Salam. Müəssisə resurslarının planlaşdırılması sistemi, proqram təminatının istifadə qaydalarının izahına həsr edilən növbəti dərsimizdir. Mövzumuz maliyyə uçotu modulunun pul vəsaitləri alt moduluna daxil olan bank sənədləridir. Hər bir müəssisənin pul vəsaitlərinin yerləşdirilməsi vacib maliyyə məsələlərindən biridir. Pul vəsaitləri modulunda bank, xəzinə və avans əməliyyatları əhatə olunur. Pul vəsaitlərinə dair məlumatların emalı zamanı maddələr üzrə pul vəsaitlərinin hərəkəti, kontragentlər və məzənnələr soraqçalarından istifadə olunur. Pul vəsaitlərinə dair əməliyyatları yerinə yetirmək üçün sistemin baş menusunda pul vəsaitləri menü bəndinin qarşısındakı müsbət işarəsinin üzərində mausun sol düyməsini klikləyirik. Nəticədə bu menü bəndinin tərkibinə daxil olan aşağıdakı alt bəndlər açılır. Bank sənədləri, xəzinə sənədləri, avans hesabatı, ödəniş tapşırığı. Bu dərsimiz bank sənədlərinin yaradılması və bank hesabatlarının alınmasına həsr olunur. Bank sənədləri müəssisənin bank mədaxil və məxaric əməliyyatlarının sənədləşdirilməsini əks etdirir. Bu əməliyyatları yerinə yetirmək üçün bank sənədləri bəndinin üzərində mausun sol düyməsini klikləyirik. Bu zaman bank sənədlərinə dair pəncərə açılır. Açılan pəncərənin yuxarısında bank əməliyyatları, bank hesabatı, bank kitabı tab vərəqləri yerləşir. Bank əməliyyatları tab vərəqində aparılan bank əməliyyatlarına dair bank sənədlərinin məlumatlarını əks etdirən cədvəl yerləşir. Cədvəldə bank sənədlərinə dair aşağıdakı məlumatlar əks olunur. Sənədin nömrəsi, təşkilat, sənədin növü, sənədin tarixi, hesabın nömrəsi, debet, kredit, valyuta. Cədvəlin axırıncı sətrində aparılan bütün bank əməliyyatlarına uyğun debet və kredit məlumatlarının yekun cəmi göstərilir. Bank sənədləri pəncərəsində yerləşən əməliyyatlar menusuna daxil olan menü bəndlərinin köməyi ilə aşağıdakı əməliyyatları yerinə yetirmək olar. Bank çıxarışı, bank çıxarışı sənədinin yaradılması, valyuta alınması, valyuta alınması sənədinin yaradılması, silmək, cədvəldə seçilmiş bank sənədinin silinməsi, bərpa etmək, silinmiş bank sənədlərinin bərpa edilməsi, çap, bank sənədinin çap edilməsi. Bank sənədləri pəncərəsində yerləşən kütləvi əməliyyatlar, maddə menü bəndləri vasitəsilə bank kitabına daxil olan ayrı-ayrı maddələrə uyğun bank sənədlərinin siyahısını almaq olar. Bank sənədləri pəncərəsində yerləşən funksional düymələr vasitəsilə aşağıdakı əməliyyatlar yerinə yetirilir. Filtr, cədvəldə bank sənədləri üzrə axtarış aparmaq üçün istifadə olunur. Sazlama, cədvəlin qrafalarının ekrana çıxarılması və ya əksinə gizlədilməsi əməliyyatını yerinə yetirmək olar. Səhifə sahəsi vasitəsilə ekranda görünməsini istədiyimiz sətirlərin sayı müəyyən olunur və cədvəl bir neçə səhifəni əhatə etdiyi halda seçilmiş səhifəyə keçid həyata keçirilir. Alfares üzrə uçot açılan siyahıdan əməliyyatların əks olunacağı kitab seçilir. Tarixi seçmək. Yaradılma tarixi müəyyən bir intervala düşən bank sənədlərinə baxa bilərik. Paneldə yerləşən hamısı, cari və silinmişlər çevricilərini seçməklə bütün, cari və silinmiş bank sənədlərini ekrana çıxarmaq olar. Cədvəlin axırıncı sütununda yerləşən funksional düymələr vasitəsilə cədvəlin məlumatları üzərində aşağıdakı əməliyyatları yerinə yetirmək olar.
Sürət çıxarmaq. Bank sənədinin surətini çıxarmaq. Silmək. Bank sənədinin silinməsi. Baxış. Bank sənədinin məzmununa baxış və ona düzəliş edilməsi. Bərpa. Silinmiş bank sənədlərinin bərpa edilməsi. Bank əməliyyatlarını əks etdirən əsas sənəd bank çıxarışıdır. Bu sənədi yaratmaq üçün əməliyyatlar, bank çıxarışı menü bəndlərini klikləmək lazımdır. Nəticədə, yeni bank çıxarışı sənədini yaratmaq üçün pəncərə açılır. Əvvəlcə, bank sənədinə dair ekran formasının aşağıdakı sahələri doldurulur. Sənədin nömrəsi. Sistem tərəfindən avtomatik olaraq növbəti nömrə generasiya olunur. Blankın nömrəsi. Blankın nömrəsi daxil edilir. Sənədin tarixi. Sistem cari tarixi göstərir. Lazım gələrsə, bu tarix dəyişdirilə bilər. Təşkilat. Açılan siyahıdan müəssisənin struktur bölməsi seçilir. Bank hesabı. Bank hesablarının siyahısından seçilərək daxil edilir. Aparılan bank əməliyyatlarına dair cədvəlin başlığının qarşısında müsbət və mənfi işarələri yerləşir. Müsbət işarəsi bank mədaxil əməliyyatı üçün, mənfi işarəsi isə bank məxaric əməliyyatı üçün seçilir. Eyni bir sənəddə hər iki əməliyyatı əks etdirmək olar. Bu işarələri seçdikdən sonra aşağıdakı məlumatları daxil edirik. Kontragent, debit, kredit, müqavilə, layihə, maddə, hesab faktura, əlaqəli sənəd, ödənişin təyinatı, istifadəçi. Bu sahələrdən kontragent, müqavilə, layihə, maddə, hesab faktura, əlaqəli sənəd sahələri açılan siyahılardan seçilərək daxil edilir. Debit, kredit, ödənişin təyinatı, istifadəçi sahələri isə klaviaturadan daxil edilir. Məlumatların daxil edilməsi başa çatdıqdan sonra yadda saxla düyməsini sıxmaq lazımdır. Bu zaman cədvəlin aşağısında debit və kredit üzrə yekun cəmi, sənədin yaradıldığı tarixə olan saldo, aparılan bank əməliyyatından sonraki saldo əks olunur. Həmçinin, pəncərənin aşağısında yerləşən ikinci cədvəldə proses zamanı aparılan müxabirləşmə əməliyyatları da əks olunur. Cədvəlin birinci sütununda yerləşən funksional düymələrdən istifadə etməklə mədaxil və məxaric əməliyyatlarına düzəliş etmək, onları silmək mümkündür. Nəhayət, OK düyməsini sıxsanız, bank sənədləri pəncərəsinə qayıdış baş verəcək və daxil edilmiş sənədin məlumatları bank sənədlərinə dair cədvələ ötürüləcəkdir. Bank mədaxil və məxaric sənədləri cədvələ əlavə olunan zaman sənədin növü sahəsinə avtomatik olaraq BS yazısı mənimsədilir. Valyuta alınması sənədini yaratmaq üçün əməliyyatlar, valyuta alınması menü bəndlərini klikləmək lazımdır. Nəticədə, sənədin məlumatlarını daxil etmək üçün ekran forması açılır. Ekran formasının sahələri bank çıxarışı sənədinin doldurulmasına analojiq olaraq doldurulur. Sonra, valyuta alınmasına dair cədvəlin başlığının qarşısındakı düyməni klikləyirik. Bu zaman, açılan məlumat sətrinə məlumatları açılan siyahılardan və ya klaviaturadan daxil edirik. Məlumatları daxil etdikdən sonra yadda saxla düyməsini sıxırıq. Məlumatlar bazaya yazılan zaman cədvəlin aşağısında debit və kredit üzrə yekun cəmi, sənədin yaradıldığı tarixə olan saldo və aparılan bank əməliyyatlarından sonraki saldo əks olunur. Sonra
OK düyməsini klikləyirik və bank sənədləri pəncərəsinə qayıdırıq. Yaradılan valyuta sənədi cədvələ əlavə olunan zaman sənədin növü sahəsinə avtomatik olaraq VA yazısı mənimsədilir. Müəssisənin müəyyən tarix intervalında apardığı bank əməliyyatlarına uyğun olaraq bank hesabatını almaq üçün bank hesabatı tab vərəqini seçirik. Sonra açılan pəncərədə əməliyyatların təsvir olunacağı kitab, tarix intervalı, bank, hesab, valyuta məlumatlarını seçirik və hesabatı almaq düyməsini klikləyirik. Nəticədə ekrana bank hesabatı forması çıxacaqdır. Lazım gələrsə, bank hesabatını yaddaşda saxlamaq və çap etmək olar. Aparılan bütün bank əməliyyatlarının təsvir olunduğu bank kitabına baxmaq üçün bank kitabı tab vərəqini açırıq. Sonra açılan pəncərədə əməliyyatların tarix intervalını seçirik və tarixi seçmək düyməsini klikləyirik. Nəticədə ekranda seçilən tarix intervalında bank kitabına düşən bank əməliyyatlarının siyahısı görünür. Diqqətinizə görə təşəkkür edirik.